Yaxşı, bugün başlayaq biz HTML-də cədvəllərin yığılmasına. Cədvəlləri yığmaq üçün biz table taglərindən istifadə edəcəyik. Adi qayda başlayırıq HTML-ə. Yəni bura HTML qeyd edirik. Daha sonra head asırıq. Head'in daxilində title. Ad qoyaq, məsələn, ad olsun bugün ad olsun cədvəllər. Cədvəllər adı olsun və titulu bağlayaq. Titulu bağlayaq. Daha sonra head'i bağlayaq. İndi isə body. Body tagini açırıq və burada table tagini daxil edirik. Bizim cədvəlimizin məntiqi quruluşu olacaq ki, əvvəlcə sətirlər yazılacaq, daha sonra sətirlərin daxilində nə olacaq? Elementlər qeyd edəcəyik. Yəni, cədvəlin xanlar yerləşdiriləcək. Burada bir dənə diqqət olunmalı məqam var ki, ilk sətirdə biz yalnız ilk sətirdə cədvəlin xanaları əvəzinə başlıqları istifadə edəcəyik. Amma qalan digər sətirlərdə isə adi qayda cədvəlin xanaları istifadə olunacaq. Cədvəlin başlığı TH, table header, cədvəlin xanaları isə TD, table data tagləri ilə veriləcək. Cədvəlin sətirləri isə table row, yəni TR ilə veriləcək. O zaman biz başlayırıq, belə bir TR açırıq. Keçək İngilis dilindədir, aha. Buradan deməli TR. TR-dən sonra dərhal TH. Əvvəldən bilək ki, bizim bir cədvəlimiz necə olacaq. Məsələn, cədvəlimiz olsun hansısa bir proqramlaşdırma dilləri haqqında və yaxud da software haqqında ola bilər. Yəni, hansı bir mövzu haqqında olsun, biz bir cədvəl qoyacağıq. Və yaxud da bir, belə deyək, kompüter dükanı olsun ki, orada kompüter məhsulları satılsın, belə bir şey edə bilərik. Olsun, məsələn, dediyimiz kimi, hər hansı bir kompüter aksesuarları satılan bir mağaza olsun. O zaman biz İlk olaraq təsəvvür edin, belə bir cədvəlimiz var. Əslində bu cədvəli biz mexaniki olaraq qura da bilərik. Bax, belə bir cədvəl olsun. Belə bir cədvəl olsun. Bu cədvəldə məhsullar olsun. Prosesor, RAM, sərt disk və s. Burada nəyi olsun? Burada nəyi olsun? Biraz da bunu genişləndirək. Burada sıra nömrəsi olsun. 1, 2, 3. Bu sıra nömrəsidir. Bu adıdır. Bu say olsun. Nişanda nə qədər bu məhsuldan var? Məsələn də olsun 5, olsun 7, olsun 3. Bu şəkildə. Burada da qiymətləri olsun. Qiymətləri. Olsun məsələn 250. Olsun 100, olsun 150. Belə bir qiymətlər olsun. Gəlin indi, çox vaxtımız getməsin deyə cədvəli böyüyələm. Gəlin bu cədvəli biz HTML-də quraq. Deməli, göründüyü kimi, bax bu sətirlər TR, bax fikir verin. Bu sətirlər hər birini adlanır. TR adlanacaq. Yəni table row, yəni cədvəlin sətri. Yalnız bu hissə table hash, TH-da adlanacaq, yalnız bunlar. TH. Qalanlar isə, bax, qalan bu, dairəyə aldığım xanlar isə TD ilə veriləcək. Vəssalam, başqa heç bir şey. Table açılır, TR açılır, TR-də bunlar qeyd olunur, TH-ların içərisində. Sonra ikinci TR açılır, bu zaman isə, ikinci TR-də. Artıq bu hissələr, bu rəqəmlər, bu verilənlər TD ilə veriləcəklər. İndi gəlin bunu HTML-də reallaşdıraq.
Onu da qeyd edeyim ki, cədvəllərin xətlərinin qalınlığını vermək üçün table-da border atributu var. Border bərabərdir 3 punkt olsun. Yəni bu punktların sayıdır ki, cədvəlin qalınlığını təyin edəcək. İndi gəlin başlayaq. Elə o cədvəlimizi quraq. Birinci TH-ı mən nə yazmalıyam? Birinci TH-ı mən yazmalıyam. Bəri başdan TH-ı bağlayayım. Daha sonra Azərbaycan dili şriftinə işləndə orada rahatlıq olsun. Və orada fikir verin uşaqlar, fikir verin. Neçə dənə sütunumuz var? Gəlin baxın. Neçə sütunumuz var? 4. Mən bu dəsti 4 dəfə kopiravat edəcəm bura. 1, 2, 3, 4 və T-ri bağlayacam. İndi gəlin Azərbaycan dilinə keçək və burada adları qeyd edək. Birincidə ad nədir? Sıra. İkincidə ad nədir? Mən düz yerə yazmadım. TH-ların arasında yazmaq lazımdır. Sıra. İkincidə nədir ad? Adı. Üçüncüdə nədir? Sıra. Yox. Sayı. Dördüncüdə nədir? Qiymət. Bu şəkildə biz birinci nəyi yazdıq? Biz birinci sətri yazdıq və yekunlaşdırdıq. İndi keçək İngilis şriftinə. Burada ikinci T-ri yazıram. Dərhal T-ri də bağlayan kodda bura qeyd edeyim. Dəsti bura qeyd edəyək. Daha sonra, uşaqlar, indi mən TH əvəzinə T-də istifadə edəcəm. Çünki TH ancaq cədvəlin birinci sətrin xanlarına aiddir. T-də isə digər xanlara aiddir. Onu da yazıram bura T-D. Və T-D dəstini burada bağlayaq. T-D. Bağlamaq üçün siləşdən istifadə edirik. Mənə yenə də 4 dənə lazımdır dəstdən. Biri hazırdır. Deməli, ikinci, üçüncü, dördüncü. İndi gəlin bu məlumatları daxil edək. Sıranın altına nə yazılıb? 1. Mən bir şey də deyim. Burada hazır cədvəl strukturu, daha doğrusu sətrin strukturu hazır ikən biz bunu kopyalayaq sətirlərin sayı qədər. Yenə də bu üçüncü, bir dənə də var, düzdür? Dördüncü. Və salam. Onda belə olacaq da. T'lərin buradan arasında, sıranın arasında altında nə var? Bax, sıranın altına bir şey verim. 1. Və buradan olacaq. 2. Və buradan olacaq. 3. İndi gəldik. İkinciyə baxırıq. Adının altında birincidə nə var? CPU. İkincidə nə var? Buraya yazırıq. RAM. Üçüncüdə nə var? Hard disk drive. Keçdik. Sayının altında birincidə nə var? 5. Burada nə var? 7. Burada nə var? 3. Keçdik. Qiymətin altında burada nə var? 250. Burada 100. Burada 150. Bu şəkildə rahatlıqla doldura bilərik. Və salam, bizim table'ımız, yəni cədvəlimiz hazır oldu. Biz buradan bir dənə cədvəli bağlayırıq. Daha sonra badini bağlayırıq. Badini bağlayaq. Daha sonra HTML-i bağlayaq. Yəni mən burada başqa elementləri əlavə eləmədim. Sırf vaxtımızın çox keçməməsi üçün. Ancaq cədvəl quracam. Sadəcə bir dənə burada arxa fonu dəyişəcəm. Body'də BC color'la. BC color bərabərdir. Bir dənə boz rəng götürək. Və yekunlaşdıraq. Deməli, HTML açıldı, bağlandı, head açıldı, bağlandı, title açıldı, bağlandı. Body burada açıldı, bağlandı, HTML bağlanıb. Table açıldı, bağlandı, T'lər hazırdır. Gəlin save edək və baxaq görək. İşimiz necə görsənəcək? Bura adını qoyaq cədvəllər.
nöqtə, HTML. İndi işimizin nəticəsinə baxaq. Cədvəllər nöqtə HTML. Bəli, işimizin nəticəsi bax bu şəkildə oldu. Yəni, HTML-də cədvəl yığmaq üçün bu cür tagdən istifadə etmək olar. Bir qədər ölçüləri kiçildək. Yəni, ümumi kod buradadır. Bir qədər də kiçildirəm ölçüləri. Vəssalam. Bax, bu da nəticə. Və fikir verin uşaqlar, fərqə fikir verin. Niyə sıra, adı, sayı, qiyməti qalın və iri şriftlərlə qeyd olunur? Border yazmışdır. Border cədvəlin xətlərinin qalınlığıdır. Hava fikir verin. Adı və supuda nə fərq oldu ki, adı qalın oldu, amma supurram hard disk deməli. Bəli, bax fikir verin bura. Borderin buna aidiyyəti yoxdur uşaqlar. Border xətlərin qalınlığıdır. Mən borderi dəyişirəm. Bax, buradan dəyişirəm borderi. Eləyirəm 5. Görün, nə dəyişəcək? Ctrl S və faylı yeniləyirik. Xətlərə bax, xətlər qalınlaşdı. Amma bu adına dəxli olmadı. Burada adı ilə, sayı ilə, qiymətlə, sıra ilə digər sətirlərin nə fərqi var ki? Bəli, biz bunları TR ilə yazmışıq. Amma birinci sətirdəki, TR-in içərisindəki xanları nə yazmışıq? TH ilə yazmışıq. Fərq oradadır. Ona görə TH ilə yazılır ki, o qalın olsun, fərqli olsun. Vəssalam, bu qədər cədvəllərin hazırlanması bu şəkildədir. Qeyd edeyim ki, cədvəllərin içərisindəki xanaların da formatlanmasını bildiyimiz qaydalarına aparmaq olar. Yəni, siz istəyəndə, məsələn, tutaq ki, prosesordur, da CPU-dur. Onun ətrafına bold tagləri qoymaqla onu qalınlaşdıra bilərsiniz. Və yaxud da 5-in ətrafına i qoymaqla onu kursiv edə bilərsiniz. Və yaxud da 250-nin rəngini dəyişə bilərsiniz. Və yaxud da, yəni istənilən bir prosesi, öyrəndiyimiz prosesləri, formatlama proseslərini cədvəlin içərisindəki xanlara rahatlıqla tətbiq edə bilərsiniz. Bu şəkildə. Başqa bir, orada problem yoxdur. Beləliklə, dərsimiz bu qədər. Diqqətiniz üçün çox sağ olun.